Albanlar kimdir? Albanlar 26 tayfa olmuşlar, 32 tayfa olublar. Və bu Alban tayfalarının hamısı Türk tayfaları olublar. Yəni Alban ümumi adıdır onların, yoxsa necə? Albanlar nədir? Albanlar Çünki sözünüzü barışın kəsirəm. Mən Qazaxıstanda bilirəm ki, Alban adında Rus günü bu gündə var. Yəni günü bu gündə Alban tayfası Qazaxıstanda mövcuddur. birisi tayfa başqa şeydir. Alman bir ittifaqdır. Mən onu demək istəyirəm ki, yəni Azərbaycandakı ittifaqdır. Bəli, Oradakı məsələn, amma sırf tayfadır. Almaniyada Prusiya, şeydətdə, Lotaringiya, Elzas bunlar birləşdilər, bir Alman xalqı yaratdılar. Pruslar özlərinə Prus deyirlər, Avstriyalılar özlərinə Avstriya deyirlər, Macarlar özlərinə Macar deyirlər. Almanlar özlərinə nəsə deyirlər, Alman deyirlər. Bu birləşdi bir Almaniyada yaradıldı. Orada yaşayan xalqlar birləşdi, bir Bismarckın sayəsində bir Almaniya dövləti. Eləcə də o vaxtı Qafqazda yaşayan, Azərbaycan coğrafiyasında yaşayan türk tayfaları birləşdilər. Burada Qarqarlar da var idi, Bayatlar da var idi, Tatarlar da var idi, Qara Tatarlar da var idi, Oğuzların bir parçası da var idi, deyək 32'lər də var idi. Bunlar birləşdilər, bir dövlətçilik ənə qoymadılar. Dövlətin adının Alban olmasını, bu ümumi deyək ki, bir ittifaqın adı idi, birləşdirici bir adı idi. Avropa mənbələri yazdılar ki, Alban hökmdarlarının ətrafında da türk sərkərdələri idilər. Ən çox da tərəkəmələr olublar. Məsələn, Sasanların da ən çox istifadə etdiyi tərəkəmə olublar. Çünki tərəkəmələr Hunlar və Göytürklərə qarşı sipər çəkə biləcək, döyüşə biləcək yeganə güclü tərəkəmələr idi. Hətta bunu Türkmən təkə Türkmənlər də, onlar da bizim babalarımızdır da. İndi 32'lər olubdu, Qarqarlar olubdu. Məsələn, bizim Qarabağ arasında Ağdam, mən doğuldum, Qarqarların yurdu olubdu. Yəni bunu da tək biz yox, bunu həm Yunan müəllifləri, həm Rom müəllifləri, bizim Türk müəllifləri, Əmərət müəllifləri deyirlər. Alman bir ittifaqdır. İttifaq yaranmış dövlətin adıdır. İndi mən durum deyim ki, tam əminlə ki, bunun adı Albaniyadır. Yanılmış ola bilərəm. Amma Avropa və dünya elmində bu Kafkazyan Albaniyadır, Albaniyadır. Biz bunu istifadə edirik, dünya terimindən istifadə edirik. Bugün dünya elminə yeni terim gətirmək çox çətindir. Bəli, bəli. Ona görə də bugün mövcud olan adada istifadə etməyə çalışmalıyıq. Məsələn, Albaniya, Atropatena, aslında siz Atropatena da deyildi, amma Atropatenadır, yəni bu terminləri istifadə edirik. Albaniya burada yaşamış 32 Türk tayfasına məxsus bir birlik idi. Xırda xalqlar olublar. Amma məsələn, mən durum deyim ki, indi dövlət udinlərdən istifadə edirsə, udinlərə şərait yaradırsa və xristiyan izmasına toxunmursa, mən deyim ki, Albanlar udinlər, Albanların babalardır. Xeyr. Utilər, udinlər deyilən bir anlayış Alban şünaslıqda, Alban tarixində yoxdur. Uti adı gedib bir neçə yerdə, Utinin də indiki udinlərə heç bir aidiyyatı yoxdur. Bəs indiki udinlər kimdir o zaman? İndiki udinlər xristiyan xalqlardır və zamanla gəlib burada coğrafiyada məskunlaşmış insanlardılar da. Xristiyan xalqları burada, Malakanlar da gəlib də vaxtıyla burada. Ermənilər də Qafqaza köçüblər də. Yeri gələndə Azərbaycanda yaşayan bir çox azsaylı xalqlar hamısı orada bura gəlmədilər də. Başqa ərazidə gəliblər. İndi burada 300 il, 500 il yaşamaqlarına baxmayın, bu torpaqlarda onların aborigen olmasını sübut eləmir ki. Hansısa bir, belə olanda mən deyirəm, gedək qəbir daşı araşdıraq, məzarlığa gedək. Bir 300 illik mənə qəbir göstərin. Sizin işarələrlə yazılan ona bir qəbir göstərin mənə. Bir qəbir göstərin ki, sizin milli simbolikanız o qəbrin üstündə var. Yəni artefaktlar yoxdur da, onu da heç nələri yoxdur.